Bugün günlərdən mənim ad günümdür. Yolumuzu meşədən salırıq, birlikdə gedirik Bravo marketə və bəzi ehtiyaclar alırıq. Azərbaycan mətbəxindən yeməklər hazırlamaq istəmədim. Ona görə də daha belə şərab süfrəsinə yaraşan pratik bir menyumuz olacaq. Toyuqların bir qismi ballı xardalı, bir qismi isə tomatlı oldu. Belə bir pendir boşqabı hazırlayırıq. Boşqab dedim, amma taxtanın üstündə hazırlamışam. Yəni cheese plate-in Azərbaycanca tərcüməsi pendir boşqabıdır, ona görə bu formada dedim. Turşularımızı və souslarımızı da əlavə eləyəndən sonra belə süfrəmiz hazırdır. Daha sonra sushi sifariş vermişdim. Getdim Voltdan verdiyim sifarişi götürdüm. Düzü mən fresh sushiləri daha çox sevirəm deyəsən, amma hamının ağız dadına uyğun olsun deyə içində həm fresh, həm də qızardılmış sushi var idi. Düzün desəm, ən dadlısı buydu, üstü pendirli. Amma qalanları da pis deyildi. Düzü, daha dadlı sushilər yemişəm, amma yəni də Voltda ən yaxın adresdə bu var idi. Ən tez bu çatdırılırdı, ona görə bunu sifariş elədim. İndi isə hədiyyələrimi açacağıq. Bunlar dabafkadır. Hədiyyə sayılmır. Fenty'nin saç maskasını çox sağ olsun xanım mənim üçün hədiyyə kimi qoyubdu. Demişdim ad günüm olduğunu. Belə bir lip set almışam, Sephora lip seti. Bir də Huda Beauty'nin məşhur Ice Nude paletini. Grunge-la Ice Nude arasında qalmışdım. Sonra dedim ki, Grunge-da çox tünd tonlar var. Ona görə elə yaxşısı bu paletdir. Paleti gözümə tətbiq eləyəndən sonra bayıldım. Axşam isə tortun qalan hissəsini yavaş-yavaş ötürürük mədəyə. Sağ olun.